Nar turşusu yox, əsl naşərab istəyirsinizsə, o zaman bu üsulu mütləq yoxlayın. Mənim üsulumla olunan naşərab həm uzun müddət qalır, eyni zamanda rəngi çox şəffaf, özü isə pürüzsüz olur. Bu yerdə sizdən xahişim səhifəmə abunə olmağınızdır. Videonu sonda bəyənsəniz, bəyən düyməsinə də basmağı unutmuruq. Həyətdəki ağaclardan min bir əziyyətlə yığdığım narları dənələyib narsıxanla sıxıram. Bəli, nə blenderdən keçirirəm, nə də aş üzəndən. Məhz narsıxanla sıxıram. Sonra 5-6 saat gözlədirəm ki, narın çöküntüsü yatsın dibinə. Rəngin şəffaf olmağının sirri də bundadır. Qalan bu çöküntünü istifadə etmirəm. Ocağın üstündə vamodda qoyuram qaynamağa. Bu proses biraz uzun çəkir. Hazır olmağını bərkiməyindən hiss edəcəksiniz. Belə də istəsəniz mürəbbənin mətin yoxladığınız kimi yoxlayın. Məndə 3 litr nar şirəsindən 600 qram naşərab çıxdı. Yəni ki, çox bir şey gözləməyin. Proses biraz əziyyətli olsa da sonda özünüzlə fəxr edəcəksiniz. Buyurun.